Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadət itaətlərinizi, oruç namazlarınızı qəbul etsin inşallah. Bugün İmam Musa Kazım Aleyhisselamın şəhadət gecəsidir. Allah Teala bizi Əhl-i Beytdən ayırmasın. O Həzrəti bizə şəfaətçi qərar versin inşallah. Dəyərli ustadımız Hacı Əhman bizlə birgədir. Hacı salam aleyküm və rahmetullah. Aleyküm salam və rahmetullah. Hacı başsağlığı deyirəm həm sizə, həm izləyicilərimizə. Allah Teala inşallah dünya və axirət bizi Əhl-i Beytlə məşhur eləsin. Əhl-i Beytin şadlığında şadlanıb, onların kədərində kədərlənənlərdən qərar versin. Amin, amin. Həzrəti Rasulullah da buyurur, Bismillahirrahmanirrahim ki, kim mənim və Əhl-i Beytimin şad günündə sevinməsə və qəmli günündə kədərlənməsə, mənim ümmətimdən deyil. Ona görə bu günlər ki, xüsusi günlərdir, Peyğəmbər Əhl-i Beytinin şəhadət və mövlud günləri, bunlar əslində yevmullahdılar, Allah günləridir. Orada Allahın bəndələrinin xüsusi vəzifələri var və Allahın bəndələrinə nisbət xüsusi payları var. O baxımdan yevmullah, Allah günlərində qeyri-adi hadisələrin baş verən günləridir. Məsələn, Həzrəti Musanın Bəni İsrailə və Firavuna qələbə çalan günlərindən biri, məsələn, Yevmullah kimi qeyd olunur. Allah günü, bəli. Quran-ı Kərimdə də Allah fəskuru əyyam Allah deyir. Fəzəkkirhum Bəni İsrailə Allah günlərini xatırlat ki, orar xüsusi günlərdir. Allah günləri, da məsələn, İmam Musa Kazım Əleyhisselam kimi Allahın bir höccəti, Allah yolunda ömrün sərf eləyib, zindanlarda, çətinliklərdə filan da ki, bu gün elə də oradan yolmullahdır. Bir yerdə mənə rast gəldi, tarixi mənbələrdə acı deyir, o İmam Sadiq Əleyhisselamın dostlarından biri keçirmiş zindanın yanından. O zindanın da nəzarətçisi bilirmiş ki, bu imamdan dostdur. Ona belə sakitcə çağırır, deyir, istəyirsən dostluğu görəsən, deyib, hə. Deyib, çıxardır onu zindanın üstündən açıq yerinə, amma deyir, nə görürsən, deyir, o nəsə elə bir parçadır, ya bir məsələndə bir şeydir, atıblar orayla, bir yerə belə bu cürə. Qayıdır ki, yox, o evi tikilən o deyir, o imamdır səcdədə. Zindanda o qədər əziyyət çəkmişdi, o qədər arıqlamışdı, aclıqdan, susuzluqdan, yuxarıdan baxalanda o cürə görürdü. Və rivayətdə də var, İmam Səccad, İmam Kazım Əleyhisselam zindanda sübh namazını qılardı, düşərdi səcdiyə ta zöhr azanına qədər, ta durardı zöhr azanını qılardı. Belə bir şəxsin həqiqətən də şəhadət günü, viladət günü, özdən məzlumcasına da, şəhadəti də, yəni yaşayışı da məzlumiyyət, ondan sonra şəhadəti də məzlumiyyət, hətta dəfninin özü də məzlumiyyət, yəni dəfnində də eşidib dostları, şiyələri gəlib iştirak eləməyə, ona da hətta mani olurlar, dəfnində də qoymayırlar iştirak eləməyə. Allah inşallah bizi ağanın həqiqi dostlarından, yaxınlarından qərar versin inşallah. Amin inşallah. Amin. Hacı, təşəkkür edirik. Elə o mövzu düşmüşkən, Hacı, Allahın höccəti ümumiyyətlə nə deməkdir insanlar üçün? Yəni, biz həm Quran-ı Kərimdə görürük ki, Allah Teala öz peyğəmbərlərini, seçilmiş bəndələrini göndərir ki, insanları hidayət eləsinlər. Bu, Allahın möcüzəsi kimi bir şeydir. Yəni, Allah bir möcüzə göstərir ki, bəndələr hidayət olsunlar. Və dəlildir də, höccət acı dəlil mənasınadır, bir mənası da dəlildir və burada deyilir həmin o dəlil mənasına işlənir. Yəni, hər hansı bir şeyi subut eləməkdən ötürü tərəfin gətirdiyi dəlilə deyirlər ki, höccət. Və mən Haccə İbrahimə də səhv eləmirəmsə, İbrahimlə höccətləşmə. Qədim bizdə də yaşlı adamlar höccətləşmə. Höccətləşmə, yəni sən ona, o sənə az söz deyəndə, əslində yəni bu ona dəlil gətirir, buna dəlil gətirir. Allahın insandan ötürü höccət yəni dəlili. Dəlil, yəni sabah qiyamətin günündə əlinizdə bir əsas olmasın,
üzür kimi gətirməyəsiniz ki, filan işə görə məsələn mən bu yolu getdim ya bu yolu getmədim məsələn. O peyğəmbərlər və imamlar o insanların üzrün kəsməkdən ötürüdür. Allah özünü tanıtdırmaqdan ötürü və öz qanunlarını insanlara subut eləməkdən ötəri həm nəzəri baxımından, həm əməli baxımından. Çünki əyimmənin və ənbiyanın işlərinin əvvəl nəzərisini deyirdilər, ardıcan da əməlisini əmələ gətirirdilər də. Yəni deyirdi əqimus salat, dururdu namazı qılırdı. Elədir. Məsələn, cahidu durur gedirdi, cihad da eləyirdi. Və bu cürə. Hər iki tərəfdən bunlar hüccət idi, Allahın dəlili idi insanlara. Hacı, hətta mən məsələn Quran-ı Kərimdən gördüyümüz budur ki, Allah təbarək və təala mövzunu tanıtdırmamışdan əvvəl o mövzuya əməl edən insanları tanıtdırır. Yəni bir var ki, məsələn mövzunun tərifini desin, izah etsin filan. Bir də var ki, o deyir ki, məsələn filan kəslər bu işləri gördülər. Bəli. Kanə siddiqə nəbiyyə məsələn. Deyir, siddiq idi. Yəni onun əvvəl siddiqliyin deyir, ondan da sonra ardıcan deyir. Yəni o sədaqəti, siddiqliyi qazandıran, o titulu adama verdirən əməli danışırdı onun. Ardıcan, məsələn, Həzrəti İbrahimdən nə qədər danışır, ondan sonra gəlir deyir, məsələn, Həzrəti İbrahim bu məqama malik idi. Əməllərindən danışır. O özü də bir metoddur da. Bəli. Özü də bir metoddur. Nümunə göstərmə əslində Quran-ı bəli. Yəni bir var danışasan, bir məsələn ismin tərifini deyəsən, sonra misal kimi nümunə göstərəsən. Bir də var əvvəl nümunəsini göstərirsən. Birbaşa elə nümunənin özündə mövzu da məlum olur və indi özünüz də tədris eləmisiniz də universitetdə bilirsiniz. O ikincisi birincisindən daha o ovqavfın nüfus olur da, daha tez başa düşülür, daha rahat başa düşülür və da ikinci bir şeyə də ehtiyac olmur orada. Yəni, məsələn, danışırsan, İmam Hüseyin əleyhissalam bu cürə, məsələn, belə elədi, məsələn, sonra deyirsən, imam buna deyirlər, məsələn. Bu cürə, bu daha da şey olur. Elə İmam Musa Kazım əleyhissalamın hədislərində, o məşhur hədisdə var ki, Allahın hüccətləri iki dənədir. Oxuyun elə hacı onu. İnnə lillahi ələl-nasi hüccətin. Ki, həqiqətən Allahın insanların üzərində iki dənə hüccəti var. Hüccətən zahirətən və hüccətən batinətən. Bu, başqa məsumlarında, kəlamlarında var, ümumi var və hələ məsələn biraz burada qısa formadadır. Amma biraz geniş formada da var ki, biri hüccət, zahiri hüccətdir, biri batini hüccətdir. Və hüccəti və əmməl zahirəti fərrusulu və ləmbiya və ələyimmə əleyhimussalam. Zahiri hüccətlər peyğəmbərlərdir, mürsəllərdir, ənbiyalardır və əyimmələrdir. Bunlar insanın zahiri hüccətdir. Və əmməl batinə fəl-uqul. Batini hüccətdə ağıldır. Bu, müfəssirlər bu əqil bəhsində, hüccət bəhsində mən baxırdım təfsirlərdə. Təfsirlərin birində bunlar bir-birindən ayrılmazdır. Bunlar hökmən ikisi də olmalıdır. Çünki batin zahirdən qəbul eləməlidir. Zahir də batini üzə çıxartmalıdır. Məsələn, o görsən bir şeyin, məsələn, nəsə bir texniki bir şeyə çöldən ona gərginlik verirlər, ondan sonra cəryan verirlər, onun o elə bir ki də məsələn hardasa ilişib onu açmaqdan ötəri. Onun öz içərisində olmalıdır, çöldən köməkli gəlirlər. Məsələn, görsən adamın beyninin inkişafı dayanıb, onun masaj eləyirlər. Məsələn, əlin, ayağın, sinirlərin falan o beyni oyatmaqdan ötəri, ayıltmaqdan ötəri. Və bu daxili, əqil insanın daxilindədir, düşüncəsindədir. Məsumlar, imam, peyğəmbər, bunlar da zahiri hüccətdir. Bunlar gərək ağlı oyadırlar, işə salırlar. Ağılda bunları tanıyır, qəbul edir. Hələ əgər məsələn, görürsünüz, dəlinin təklifi yoxdur, uşağın təklifi yoxdur.
Niyə dəlilin təklifi yoxdur? Məsuliyyəti yoxdur, vəzifəsi yoxdur. Niyə Allah ondan vəzifə istəmir? Bir adam 1000 ildə yaşasa, Allah ağlı olmasa, dəli olsa, Allah ondan vəzifə istəmir. Niyə? Onda höccətin biri çatışmır. Höccətin biri ona verilməyib. Ya indi kiminsə günahından, ya elə Allahın hikməti budur. Allah ondan niyə? Çünki bu zahirdən qəbul eləyə bilməyəcək. Zahirdə istəsə onu məsələn ayıltsın, ayılda bilməyəcək. Yoxdur onda. Salibə və intifai mövzudur. Yəni mövzusu yoxdur bunun. O baxımdan ağıl onu düşünür, ağıl içərdən qəbul edir, çöldən də bu onu idarə edir. Və idarə edir. Bunlar Allahın tərəfindən olan zahiri höccətlə batini höccət ikisinin toplumundan, ikisinin köməkliyindən insan gəlir, Allah bəyənən bir səviyyəyə çıxır. Deməli, bu dəyərləri təkcə biz, məsələn, kağız üzərindən, kitab üzərindən oxumağımız bəlkə də kifayət etməzdi. Bəlkə də 100% kifayət etməzdi. Çünki ağıl var. Biz elə ağılın özünün tərifində imam buyurur ki, soruşurlar məl əqlu, ağıl nədir? Həzrət deyir ki, maubidə bihir rəhman və usiyə bihir şeytan və qtusibə bihil cinan. Ağıl odur, nədir? Ağıl deyir odur ki, Allah onun vasitəsilə ibadət olunur. Şeytan onun vasitəsilə üsyan olunur. Behişt onun vasitəsilə qazanılır. Yaxşı. Bəs onda bu nə qədər zahirdən nələr olsa da belə, bu mümkün olan deyil. Adam elə, məsələn, bizim kəlam elmində bəhslərimiz ki var, bəzi müsəlman firqələri də məsələn, hüsn-ü qubhi əqli qəbul eləmirlər də, bilirsiniz. Ağlın yaxşını pisi ayırt eləməyin qəbul eləmir. Məsələn, onlar deyir ki, şəriət nəyə yaxşı deyirsə o yaxşıdır, şəriət nəyə pis deyirsə o pisdir. O, məsələn, ağıl ki deyir, birinə zülm eləmək pisdir, şəriət desə də deməsə də, ya məsələn, birinə ehsan eləmək yaxşıdır, şəriət desə də deməsə, bunlar deyir, yox, şəriət desə o yaxşıdır. Çünki şəriət müəyyən eləməlidir yaxşılığı pisi. Biz onun cavabında həmin o nəzəriyyə sahiblərinin cavabında deyirik ki, deməli insan şəriəti qəbul eləməlidir, deyir bəli. Deyir, onda insanın əgər ağıl yaxşını pisi qəbul eləmək qüdrətində deyirsə, şəriətin yaxşılığın və şəriətin qəbul eləməyin yaxşılığın ağıl hardan əxs eləyir, insan hardan əxs eləyir, hardan başa düşür. Ona görə ağıldır, batini höccətdir, ənbiya da Allahın elçiləridir, onlar da zahiri höccətdir və bunlar ikisinin elə bil həmkarlığından, əməkdaşlığından insandan təklif soruşulur. Və elə bir ümmət yoxdur ki, orada peyğəmbər olmasın. Niyə? Çünki Allah da deyir, göndərmə söz, qiyamətdə də cəhənnəmə gedənlərdən birinci soruşulan nə olacaq? Qapıda elə görsən ki, məsələn, sən açırsan qapını, deyirsən, xoş gəldin. Ya deyirsən, nöş gəlmişsən. Deyirsən, məsələn, da eşidirəm. Amma cəhənnəm məmurlarının qapını açan kimi ora gələnlərdən deyəcəklər ki, sizə nə idi, ayə necə idi? Sizə Peyğəmbər gəlməmişdir. Ələm yətikum nəzir. Ələm yətikum nəzir. Sizə Peyğəmbər gəlməmişdir. Amma deyəcək gəlmişdir. Qalı bəla. Bəlaya gələsən. Bunu burada bilərdin, deyilən. Elə deyir, indi orada gedib sənin bəla deməyin, yox denən gəlməmişdir. Faydası yoxdur axı sənin üçün. Orada elə etiraf edirlər, amma bu sadəcə gecdir. Gecdir də, bəli. Qacca'anə nazirun fəkəzzəbnə. Bəli. Gəldi, amma biz... Onun da boyunlarını alırlar. Burada deyəndə ki, axı sən təkzib edirsən. Deyirsən, sənin bu sözün Allaha iftiradır. Dünən biz bir yerdə söhbət edirdik. Belə kət cəmaatı idi. Halaldan, haramdan, ruzudan danışılırdı. Deyirəm, məsələn, bu, məsələn, əkinçi, biçinçi, ondan sonra bu, yəni ən çox halal ruzu qazanmaqla məşğul olan adamlar var. Görsən, məsələn, alverin içərisində bir dənə yalan deyir. Ona da deyəndə ki, niyə məsələn yalan danışırsan? Deyir, yalan deməsən, alver getmir. Deyirəm, bu əslində Allaha iftiradır. Allaha böhtandır. Allah ki, əmr eləyib halal yeməlisən, bunun mənası budur ki, deməli, halal qazanmaq mümkündür. Biz çətinliyə salmışıq. Biz özümüzə təlqin eləmişik, yalan danışmasaq alverimiz yetməyəcək. Yalan danışmasaq bu işimiz belə olacaq.
Bunu özümüzə təlqin eləmişik biz və illa Allah alimdir, ələmdir, ondan sonra hamdan çox bilir, hamdan da qabağı görür və o ki deyib, hökman halal yeməlisən, deməli sənin halal yeməyin yalan danışmağa bağlı ola bilməz. Bunu biz özümüz eləyirik, özümüz çıxardırıq ortalığa. İndi və bunun kimi məsələlər də... Hacı, Quran-ı Kərimə baxırıq, görürük ki, Quran-ı Kərimin 1/3 Peyğəmbərliyə həsr olunur. Peyğəmbərlər, Allah övliyaları, ilahi şəxsiyyətlər. 2200-dən çox ayə var Peyğəmbərlik haqqında. Bir tərəfdən Allah Təbarək və Təala istəyir ki, insanları hidayət etsin. Digər tərəfdən də bu hidayətin yollarını açıqlamaq üçün ən aydın, ən gözəl, ən belə başa düşülən formada o yolçularını göndərib. Ən fəsih dildə. Bəli, bəli. Yəni orada heç bir qaranlıq yer saxlamayıb. Və əslində bu həm də bizim müəllimlərimizdir. Yəni Allah Teala bizim üçün müəyyən bir hədəf təyin edib. Bu hədəf çox ali bir hədəfdir, insanlığın hədəfidir. Biz kamilliyə çatmalıyıq, axirət gözləyir bizi və s. Və bu yolda da təbii ki biz yolu tanımırıq. Və bu yolu tanıtdıran bir nəfərlər olmalıdır. Əks təqdirdə Quran buyurur ki, əgər mən peyğəmbərləri göndərməsəydim, insanlar haqqı vardı ki, desinlər ki, daha bilməmişəm. Tanımamışam. Ağlım yetməyibdi ora. Hədə amma o artıq o bəhanə kəsilir və yaxud höccətdən. O bəhanə kəsilir, peyğəmbərlərin vasitəsilə o bəhanələr kəsilir, höccətlərin vasitəsilə kəsilir ki, Allah Təbarək və Təala öz yolunu ən ali şəkildə, özü praktiki baxımdan, bayaq dedim, Quran-ı Kərimin üslubu budur ki, o əxlaq fənni kitabı deyil ki, məsələn desin ki, yaxşılıq budur, ədalət budur, tərifini desin. Quran deyir, yaxşılar budur. Yaxşılar budur. Leysəl birru bi ən tuvallu vucuhakum qibləl məşriqi vəl məğrib və ləkinnəl birrə mən amənə billahi. Yaxşılıq o deyir ki, üzünüzü qərbə, məşriqə, məğribə tərəf tutasınız. Yaxşılıq odur ki, sonra keçir. O şəxs ki, Allaha iman gətirər, qiyamətə, kitablara, peyğəmbərlərə iman gətirir. Deməli, keçir nümunəyə. Yəni, nümunə təqdim etməklə, nümunənin timsalında mövzunu açıqlayır. Bu özü də Allahın gözəl bir... Yəni, birbaşa əmrinin icraçıların gətirib göstərməklə, əmrin icraçıların, işi görənləri göstərməklə birbaşa, məsələn, əlləməl Qur'ana xələqəl insan niyə deyir? Əvvəl əlləməl Qur'an deyir, sonra xələqəl insan deyir. Ər-Rəhman, özünü tanıtdır. Ər-Rəhman. Ər-Rəhman. Kimdir Ər-Rəhman? Odur ki, öz işi ilə tanıtdır. Rəhm eləyən. Elə onun özündə də var. Ər-Rəhm demir, məsələn, Allah. Deyir Ər-Rəhman. Ər-Rəhman yəni sizə rəhm eləyən. İndi o rəhmin necədir görəsən? Bəli. Başlayır saymağa. Saymağa əlləməl Quran. Quranı öyrətdi. Xələqə, insanı sizi yaratdı. Orada Quranı öyrətdinin mənası budur ki, Allah birinci o hədəfi deyir. Yəni sizin xilqətdən hədəfiz Qurana əməl eləməyizdir. Ona görə onu əvvəl deyir. Ondan sonra yaradılışdan danışır. Bu elə buna qədər də, yəni burasına qədər bu cürə göstərilir ki, Allah Teala dediyiniz kimi də iman gətirməyi deyir belədir. Ondan sonra əməl eləmək yaxşılıqdır. Və əməl eləyəni də, iman gətirəni də Allah Teala şəxslərin nədir? Timsalını göstərir. Və la təkunu kəlləzinə nəsullahə və ənsahum ənfusahum. Deyir, onlar kim olma ona Allahı unutturdular, unutturduqlarına görə öz nəfslərini də unutdular. Yaxşı, onu da Allah Teala belə şeydən danışmır. O misal fərzi misal deyil. Məsələn, belə adamlar olar, məsələn, yox, elə onlar var idilər. Onlar var idilər. Onlar özdə unudan necə unudar? Bilən unudar da. Bilən unudar. Yaxşı, mən məsələn bilirdim, mənim telefonum var, unutdum, çıxdım, getdim. İndi deyirəm, telefonum yadımdan çıxıb qalıb burada. İndi mənim telefonum olmaya deyə bilərəm, telefonumdur. Deməli, bunlar Allahı tanıyırdılar. Tanıyandan sonra unutdular və nəticədə özlərini də unutdular. Bax, İmam Əli əleyhissalamın o söz, mən ərəfə nəfsə fəqəd ərəfə rəbbəh var ki, kim özünü tanısa Allahını tanıyır. Yaxşı, deməli, özünü tanısa Allahı tanıyır. Allahı unutdu, özünü də unudacaq. Gör Allah necə bağlayıb, o Allahın özünün
Bir var məsələn, mən sənə deyirəm ki, məsələn, elə bil mən elmi iş götürmüşəm, siz də mənim elmi rəhbərimsiniz. Mənə bir dənə elmi iş verirsən, adın qoyursan bu, ondan sonra deyirsən, ged hardan axtarırsan, axtar tap. Bəli. Amma Allah'da o cürə deyir. Allah Teala deyir ki, məni tanısan, özünü tanısan, məni tanıyatsan. Allah Teala deyir ki, məsələn, məni tanıyın. Ay Allah, səni necə tanıyaq? Deyir, özünü tanı, məni tanıyatsan. Yaxşı, özünü tanı, məni tanıyatsan. Ondan sonra nəticədə də gəlir insan, Allah'ı unudandan sonra avtomatik insan özünü də unudur. Hacı, o Furqan surəsində həmən o məşhur ayələr var, sonuncu ayələr. Bəli. Deyir ki, onlara deyildi ki, Rəhmana səcdə edin. Bəli. Hacı elə deyil. Üscudu lir-Rəhman və qalu və mər-Rəhman. Rəhman kimdir? Bəli. Orada Rəhman kimdinin sualında Allah təbarəkədə orada iki dənə yol göstərir. Furqanda da iki dənə yol göstərir. Orada ikinci yol budur ki, və ibadur Rəhman. Rəhmanın bəndələri bunlardır ki, onlar yer üzündə təvazökarlıqdır. Yəni Allah Teala özünü də hətta bəndələrinin simasında göstərir. Rəhman kimdir? Deyir, Rəhman varlıqdır ki, onun bəndələri belə yeriyərlər. Beləsə, və izə cahil, xatəbəhumuz cahilun qalı salama. Allahın bəndələri budur ki, cahillər onlarla müxatab olanda onlar o cahillərə salam verərlər. Çobudluq eləməzlər. Mesela İmam Sadiq əleyhissalam deyir ki, istəyirsiniz bizi tanıyasınız, bizim dostlarımıza baxın. Bizim dostlarımız bizim üçün zinətdir. Sonra da dostlarına deyir, kunu ləna zeyna və la təkunu əleyna şeyna. Bizim üçün zinət olun. Biz demişik bizim dostlarımızı, bizi tanıyın dostlarımızla. Bizim dostlarımızı tanıyın bizlə. Bizim dostlarımız bizə nədir? Zinətdirlər. Ardınca qayıdıb dostlarına deyir ki, bizə zinət olun, biz sizi o cürə tanıtdırmışıq. Və bu yandan da mənası budur ki, onlar ki, əyinməyə zinət olurlar, onlar əyinmənin dostudurlar. Onun özündə də o cürədir. Həm tərəfə tanıtdırır Allah Teala, Rəhman kimdir? Deyir, ibadur Rəhman, bəndələrə rəhm eləyəndir. Onlar kimdir? Onlar cəmiyyətdə bu cürə hərəkət eləyəndir. Həm o əks tərəfə göstərir ki, deyir, Rəhmanın bəndəsi belə olur. Həm də o bəndənin özünə göstərir ki, deyir, mən səni misal göstərmişəm onlara. Özü yaxşı apar. Bir gün təkəbbür eləmə, bir gün belə şişməyinə, bir gün deməyinə Allah məni misal ünvanında göstərib. Sən ona təkəbbür eləyincədir, ona qürrələnincədir, ona öyününcədir, elə girən ki, o misalda qalasan. Elə deyil, qanun var da, məsələn, ərəb dilində elal qanunu var, onunla elal qanunu var. Şərait var, ora düşməkdən ötürü. O şəraitin biri olan kimi o qanunun heç birinə düşmür, elə deyil. Ya elə başqa-başqa qanunlarında o mənim yadıma düşdü. İndi Allah Teala da deyir ki, mənim o bəndələrim ki var, yaxşı bəndələrim, onlar bunlardılar. Həm onlara göstərir ki, mən bunların Allahıyam. Mən bunların Allahıyam. Məsələn, o adı mənim indi yadımda deyir. Peyğəmbərin yanına gəlib gedirdi, iman gətirirdi. Atası, anası da nə edirdi? Razı deyirdi. Tapşırırdı ona ki, getməyəsən o filan kəsin yanına. Getməyəsən. Bunların da xəbəri yox idi. Bu gedir Peyğəmbərin yanına iman gətirib day. Amma xəbərləri yox idi. Bu uşaq da evdə çox bədəxlaq idi. Ata-anasının sözünə baxmırdı, qışqırırdı üstlərinə falan bəsməcən. Bir gün Həzrət Rəsulullah valideyn barəsində danışdı. Valideyn barəsində danışdı. Bu uşaq gəldi, başladı Peyğəmbərin, dinin, İslamın göstərişlərin valideynə nisbət neynədir? Başladı tətbiq eləməyə. Hörmət, ehtiram, filan, bəsməyən xidmətlərində, qulluqlarında durmaq. Bu ata-ana baxdılar bir-birinə, bu uşağa nə olub belə? O təəccüb elədi də adam. Adam var, o qədər dili acıdır, o qədər qışqıra danışır. Bir dəfə xoş danışanda adam diksinir ki, deyəsən başına hava gəlib. O qədər dili acıdır, yaxşı. Bunlar, bu uşağa nə olub? Çağırırlar, deyirlər, bax, sənə nə olub? Sən o deyirsən, dedi, mənə o icazə vermədiyiz, yanına getməyə icazə vermədiyiz adam dəyişdirib belə eləyib. Bax, onlar bu uşaqlarının bu əxlaqından Həzrəti Rəsulullahın necə bir adam olmağını
tanıdılar. Elə heç peyğəmbərin yanına gəlməmiş qəbul elədilər. Görürsünüz bax, o İbadur-Rəhman ki var, yaxşı olanda necə vasitə olur, ötürücü olur. Heç ora gəlib çıxmağa ehtiyac qalmır buradan. Ona görə də insan Allah Teala insanlarda, yəni yaratdığı hər bir şeydə təcəlli eləyir. Elədir. Deməli, Quran-ı Kərimin elə ən böyük uğurlarından biri peyğəmbərin əxlaqı idi. Yəni İnnəkə lə'alə xuluqin əzim. Peyğəmbər Quranı canlandırırdı da öz əxlaqı ilə, gözəlliyi ilə. Allah Teala deyir, yeryüzündə həmin ayədə deyir ki, yeryüzündə olan şeylərin hamısını versəydin, bunları bir yerə yığa bilməzdin. Ləmtəzzun min havlim. Yeyib dağılışıb çıxıb gedəcəkdi. Kim qarın hesabına kim yanında qalır əbədi? Heç kəs. Qalır doyana qədər. İndi biri gözü doymazdı. Görsən 10 il çəkir, 20 il çəkir, 50 il çəkir. Biri də elə bir dənə qarnı var, doydu, ya Allah, çıxdı, getdi. Ona görə Allah Teala deyir ki, o şeylərlə onları sən özə kimləri? Cahil ərəblər. Mədəniyyət yox, ədəbiyyat yox, incəsənət yox, rəhim yox, mərhəmət yox, ədəb yox, əxlaq yox. Yəni, bu insanın insan kimi yaşamağından yuxuda da görmür. Yuxuda da görmür. Özdə pis də burasıdır ki, insan kimi yaşamaqdan da acığı gəlir. Onu eyib hesab edir. Onu eyib hesab edir. Məsələn, birinə durasan, ehtiram eləyəsən, onu eyib hesab edir. Bir məzlumun əlindən tutasan, onu alçaqlıq hesab edir. Həzrət onları yığdı. Məsələn, Əli əleyhissalam deyir, bir zaman gələcək, yalancılara əl çalacaqlar. Yalancılar təşviq olunacaq. Yalancılar əzizlənəcək. Doğru, amma pislənəcək. Hacı, indi yadıma düşür, Allah bu böyük mollalarımızı rəhmət eləsin. Allah rəhmət eləsin. Elə bir şərait yaranmışdı ki, Salisin dövründə hər tərəfli onların şəxsiyyətinə hücum vardı. Yəni, bütün mətbuat səviyyəsində, kino, mədəni səviyyələrdə, elmi səviyyələrdə, hər sahədə, cəmiyyətdə. Hətta da gətirib dədəsinin namazını qıldıranda dalicən bir dənə söz danışır. Və çox belə qəribə bir ab-hava yaranmışdı ki, yəni cavan uşaqların, xüsusi yeniyetmələrin də təsəvvüründə məzhəkəci bir obraz yaratmışdılar. Şeyx Nəsrullah kimi, digər. Yəni mənfur bir obraz teatrlar var idi, yadımdadır da. Hətta birində Əliağa Ağayev də iştirak edirdi. Dua yazan kimi, nə bilim, nə kimi. Məşdibatda məsələn, müsəlmanın məsələn simasını götürüb vermişdi. Məşdibat yetim neyinirdi ki, haram süfrədə oturmurdu da. Da indi məcbur idi, elçilik idi, özü evlənirdi. Gəlib məcbur olmuşdu, oturmuşdu. Əlbəttə, bizim o incəsənət, üzr istəyirəm, az bu yadımdan çıxar, çox sözü. İncəsənət xadimlərimiz də, rejissorlarımız yadımızda çox zirəng olublar. Məsələn, Məşdibadı orada oturmaqla əslində çox da Məşdibadı təhqir eləməyiblər, bəlkə də təhqir eləməyiblər. Elə İslamın qanunun orada o simada göstəriblər ki, müsəlman budur. Bəli, edə bildiklərini ediblər. Onlar o ayrı mövzudur. Amma görün, bizim ruhanilərimiz bütün bu təzyiqlərə, bütün bu o pis münasibətlərə rəğmən necə də onlar qaldılar, dini yaşatdılar, bizləri ötürdülər, cəmiyyətə. Yəni, o yoldan usanmadılar, əksinə fəxr edirdilər, hacı. Yəni, siz daha yaxşı bilərsiniz. Mən eşitdiklərimi deyirəm, amma siz isə gördüklərinizi, yaşadıqlarınızı deyə bilərsiniz. Çox çətinliklər çəkiblər ondan sonra. Bilirsiniz necədir? Aclıq, susuzluq, maddi çətinliklər, məsələn, bunların hamısı keçər də. Səhv eləmirəmsə, xanım Zeynəb deyir, ya İmam Səccad əleyhissalamdan soruşurlar, bu yolun ən çətin yeri hara edir? Əş-Şam, Əş-Şam, Əş-Şam. Düşmənlərin arası. Hə, düşmən. Şam, hətta mərsiyələr da vardı, Şamın şəmatətindən qəbli hekayəti var. Orada, məsələn, döymürdülər, öldürmürdülər Şamda. Ondan sonra belə də azdan çoxdan bitkə çörəkdən, sudan da verirlər. Amma əsas o tənələr ki vardı, olardı da. Təhqirlər, filanlar. Seyyid Mirzə Ələkbər Sabir rəhmətliyin qəbrinin üstünə elə həmin öz şeiri yazılıb. Hələ məsələn biz Mirzə Ələkbərdən danışırıq, məsələn bir şair idi. Ki məsələn
seyli tən öylə təməvvüclə alıb doğra bərim, bənzərəm bir qocaman dağa ki dəryada durar. Tənə seli. Görsən, nə qədər məzəmmət olub ona, nə qədər şey olubsa, neyib, götürüb, o şeiri yazıb qəbrin üst baş daşına da ona yazırlar. Döysə də canımı minlərcə məlamətlə bəsi, zövrəq himmətim əvvəlki təmənnada durar. Nə qəm uğratsa da bir gün məni ifnaya zaman, mən ölərsəmsə də məramım yenə dünyada durar. Yəni, cəmaatın tənəsindən, cəmaatın o dil yarasından şikayət eləyir. Özü də ki, hacı, məsələn, indi siz ərəblərdən danışdınız ki, yəni, o söhbət oraya gəlirdi ki, yəni bunlar ümumiyyətlə o həyatı görməyiblər də. Yəni əksinə təhqir görüblər həmişə, həmişə o mədəniyyətsizlik, əxlaqsızlıq, rəhimsizlik görmüşdülər. Yəni ədəbiyyatlarında yox idi o. Bəli. Yəni bizim bir dövrəmiz, bir dönəmimiz olub ki, hətta gənclər, ümumiyyətlə gənclərin nəzərində məsələn din xadimi, molla arzu olunan şəxs deyildi. Heç kəs özünü məsələn din xadiminə oxşatmaq istəmirdi. Ya məsələn indi yadımdadır məsələn oxuyanlar, hətta yəni Quran dərsinə gedənlər dedi ki, yox, mən molla olmayacağam. Belə şeylər var idi. Təcə o təbliğat idi də. Məsələn, əmmiyyə qarşı o təbliğatlar elə İmam Musa Kazım əleyhissalama və elə başda Əli əleyhissalama qarşı o təbliğatlarda, məsələn, Muaviyyə quzunu alıb paylayırdı uşaqlara, gecə yatandan sonra oğurlatdırırdı. Səhər uşaq durub soruşanda deyirdi, deyin ki, Əli oğurlayıb. Təbliğat bir yerə gəldi ki, çıxartdı ki, bir uşağın adı Əli idi, gətdi atası məhkəməyə verdi. Niyə mənim adımı Əli qoymuşsan? O cürə təbliğat edir. Bu biri tərəfdə məsələn İmam Hüseyin əleyhissalamın 3 dənə oğlu var, üçünün də adını Əli qoydu. Əli Əkbər, Əli Olsət, Əli Əsxər. O da bu cürə çevirdi. Amma biz bilirik də fitnənin, məsələn, bir vedrə muzaf suya, qarışıq suya gərək bir 10 vedrə su qatasan, o pakilana. Amma bir vedrə suya, bir ovuc məsələn bir şey atdın, rəngli bir şey, onu bir ovuc şey eləyəcək. Təmizləməyə çox çətindir. Amma çirkləndirməyi olur da. Özdə çox da qəribə nədir acı? Əfsus olsun, çox heyif olsun, ya həsrətən. Ondan sonra bu insanlar elə müxtəlif dövrlərdə pisdən daha çox təsir qəbul eləyiblər, nəinki yaxşıdan. Mesela o sözü İmam Hüseyin əleyhissalam da deyirdi. Məsələn, biz Kərbəlanı danışaq. İmam Hüseyin əleyhissalam da deyirdi. Ömər Səhd də deyirdi. İmam Hüseyin əleyhissalam məsələn dedicarı Ömər Səhdin dedicarı. Heç Ömər Səhdin danışdıqlarına bir dənə tarixə baxın görün qalıb. Amma İmam Hüseyin əleyhissalamın kəlamı. Baxın, o 130 min orada adam vardı, 130 nəfər burada adam var idi. Yaxşı. Özdə maraqlı da nə idi? Necə məsələn Həzrəti Rəsulullahın vaxtında o müşriklər bəzi adamları ki məcbur olurdular, yəni qarşısını ala bilmirdilər, gedirdi Peyğəmbərin yanına, qulağına pambığa təpdirirdilər ki, Peyğəmbərin sözünü eşitməsin. İmam Hüseyin əleyhissalam burada danışardı, orada təbil vururdular, qoymurdular qulaq asmağa. Əleyhissalam Sifeyində məsələn moizə eləyəndə tərəfi, nəsiyyət eləyəndə Əmrə orada hay vururdu ki, təbilləri vurur. Belə, əgər adamsansa, o İmam Hüseyin əleyhissalamın o kəlamı var ha, dininiz də olmazsa kişi olun, vicdanın varsa danışmırsan, 6 saat sən danış, 6 dəqiqədə qoy imam danışsın da. Yəni insanlar da var. Mesela belə o 130 min adamın içərisində adam biri çıxıb demirdi ki, şu qoy danışsın da, nə olacaq ki? Danışsın da, təbil niyə vurdurursunuz? Orasına qədər düşünmürdülər. Hətta o səhnəni görə o tərəfin batilliyini neynəmirdilər? Adam fikirləşər də, deyərək bu batildirsə, niyə qoymurlar biz onun batil sözünə qulaq asaq? Yaxşı. Və yaxud məsələn, siz bizi nə hesab edirsiniz ki, o tərəf batil danışacaq, biz də onu ayırt eləyə bilməyəcəyik. Onların əslində özlərinə təhqir edir ki, yəni siz haqla batili ayırt eləyəmirsiniz, bunlar sizi çaşdıracaq. İnsan da inanırdı onu. Ona görə İmam Səccad əleyhissalam keçən dəfə biz o hədislərindən birini oxuduq. Həzrət dedi ki, mən sizi dünyaya dəvət eləmirəm. Mən sizi axirətə dəvət edirəm. Niyə? Çünki dünyaya hərislik sizin vücudunuzda var.
İnsanı Allah pak yaradıb, fitrətin pak yaradıb, yaxşılığa məhəbbətli yaradıb, yaxşılığa meyilli yaradıb. Amma çox əfsus ki, insan yaxşıya o qədər meyil eləmir. Pisə çox meyil eləyir. Elə İmam Musa Kazım əleyhissalam la təstəkfiru kəsirəl xeyr və la təstəqillu qaliləz zunub. Bəli. Etdiyiniz çox yaxşılıqları, xeyirləri çox hesab etməyin. Bəli. Günahları da az hesab edin. Az günahı da az hesab etməyin, az bilməyin. Bəli. Yəni xeyriniz nə qədər çox olsa da onu az hesab eləyin. Amma günahınız nə qədər az olsa da onu çox hesab eləyin. Baxış elə bəli, məsumların birindən bir dənə hədis var ya, buna oxşar hədis. Deyir, yaxşılıqlarınızı unudun. Siz elədiyiniz yaxşılıqları unudun. İki dənə şeydir, unudun. Sizin elədiyiniz yaxşılıqlar sizə olunan pisliklər. Sizə olunan pislikləri unudun, siz elədiyiniz yaxşılıqları unudun. Çünki sən ona elədiyin yaxşılığı unutmasın, daim bir dəfə hirslənətsən, çəkəcəksən gözünə. Onun sənə elədiyi pisliyi unutmasın, özün də xəstələnəcəksən. Daim daxilində elə qaynayacağa, elə görəndə, məsələn, əyri baxatsan, eşidəndə gəlir filan, unut bunu, qoy çıxsın, geçsin. O da möhtəşəm sözdür. O da burada da bəli. Nə qədər, özdə ehtiyacı var axı insanın ona. Sən nə qədər yaxşılıq eləsə insan, nə qədər yaxşı əməl eləsə yenə azdır. فَإِنَّ قَلِيلَ الذُّنُوبِ يَجْتَمِعُ حَتَّى يَكُونَ كَثِيرًا. Çünki günahın azlığı yığışar ta ki çoxalır. Və kəzalikə təstəmüz zunubda Həzrət Peyğəmbər o səhrada dedi, o belə odur. Və xafullaha fis-sirr hatta tu'tu min anfusikum an-nisf. Deyir ki, gizlində Allahdan qorxun, sirri Allahdan qorxun ta ki özünüzü o insafla mühakimə edin də, yəni özünüz barəsində insafla mühakimə edəsiniz. İnsaflı olun. İnsanın canında Allah qorxusu olmasa, görürsən ki, özü barəsində mühakimə düzgün etməz. Elə ancaq öz xeyrini istəyər, qarşı tərəfin haqqını ancaq pozacaq. Hacı təsbihlər olsun, vaxtımız bitdi. Çox təşəkkür edirik. Mən də sizə inşallah. Allah təala inşallah bizi imamdan ayırmasın, dualardan ayırmasın inşallah. Amin. Allah imamın ziyarətini, axirətdə də şəfaətini hamımıza nəsib eləsin. Amin. Çox sağ olun. Təşəkkür. Sağ olun, Allaha əmanət olun.